Hörmətli izləyicilər, əgər siz də pensiyaların artmasını və pensiya yaşının azaldılmasını istəyirsinizsə, videonu bəyənib paylaşaraq dəstək ola bilərsiniz. Əksər hallarda bizim qocalarımız övladlarından asılı vəziyyətə düşürlər. Bəs illər boyu çalışıb çabalayıb pensiya yaşına çatmayanların fonda yığılan vəsaitləri necə olur? Ailəsinə bu kapitaldan pay düşürmü? Məsələ ilə bağlı hüquqşünas Əkrəm Həsənov bildirib ki, yığılan pensiya kapitalı həmin şəxsin ya həyat yoldaşına ya da himayəsində olan birinə verilməlidir. Əgər hər hansı bir şəxs pensiya kapitalını almadan dünyasını dəyişibsə, həmin vətəndaşın hesabına yığılan kapital ya onun həyat yoldaşına ya da şəxsin himayəsində olan birinə verilməlidir. Yəni yoldaşı əgər pensiya almırsa, şəxsin ilk növbədə həyat yoldaşına, ikinci növbədə isə vəfat etmiş şəxsin himayəsində 18 yaşını tamam etməmiş övladı varsa, onlar arasında bölünür. Bundan başqa hallarda təəssüflər olsun ki, pul batır, o pulu heç bir şəkildə almaq mümkün olmur.